Hər birinizi salamlayıram. Mən defektoloq Laqapet Günay. Sizə qısa bir məlumat çatdırmaq istəyirəm. Əsasən də valideynlərin düşündükləri və eşitdikləri səhv fikirlər haqqında. Məsələn, müayinələrdən birində valideyn müraciət edir bizə və müraciətində deyir ki, mənim övladımda anadan gəlmə kəkələmə var. Əziz valideynlər, sadəcə nəzərinizə çatdırım ki, anadan gəlmə kəkələmə olmur. Sonradan qazanılan bir problem olduğu üçün mütləq kəkələyən uşaqlarla nevropatoloq müalicəsi mütləqdir və məsləhət görürük. Bəli, sonraki etaplarda artıq psixoloq logoped kəkələyən uşaqlarla məşğul olmalıdır. Əgər sizin övladınızda kəkələmə varsa və sizə deyirlərsə ki, sizin övladınızda ya sizin fərziyyənizə görə sizin övladınızda anadan gəlmə kəkələmə varsa, deməli bu çox səhv bir fikirdir. Kəkələmə sonradan qazanılan bir problem olur. Məsələn, qorxu, əsəb, stress, ikidillik əsasında yaranır. Nitqin düzgün tərbiyə edilməməsi əsasında nəticəsində yarana bilər. Telefon və televizordan aşırı dərəcədə istifadə edirsə, qidalara diqqət olunmursa, çöl yeməklərindən istifadə edirsə, qazlı sulardan istifadə edirsə, bəli, sizin övladınızda kəkələmə yarana bilər. Ən əsası da bəzi hallar istisna olmaqla ki, həyəcanlanan zaman insan öz fikrini bildirə bilmir. Çünki həmin zaman beyin yorğun vəziyyətdə olur. Əziz valideynlər, sizin övladınızın nitqində sizi narahat edən problemlər varsa, bizim mərkəzimizə müraciət edə bilərsiniz. Bizim mərkəzimiz Binə qəsəbəsində yerləşən Azad Hədis mərkəzi, əlaqə nömrəsi 055 514 62 29 nömrəsi ilə əlaqə saxlayıb logoped seansları haqqında ətraflı məlumat ala bilərsiniz və bizi izləməyi unutmayın. Sağ olun.